benden, incimisən deyən məndən eybi yox. İçin için ağlamaz, heç mi qəlbin sızlamaz. Bu Pəkörək kimdir? Bu uşağı tanıyırsınız, bu bərbəri. Artıq dünyada məşhurdur. Məşhur insanlar, nə bilim, Amerikalılar falan şərh yazırlar bunun videolarına. Bizimkilər də girirlər, yazırlar ki, this is Armenian video, nəsə belə şey yazırlar ki, Azərbaycandan ki bizimki deyil də. Deməli dostlar, başa düşdük. İndi adam belə deyək də qayışı ilə kölgə qoyur, neyniyir, dünya trendinə düşüb. Hə, onu qoyduq bir kənara, özü belə eləyir, belə şeylər eləyir. Bu nə videodur bəs? Bu nə videodur? Adətən bu tipli şeyləri, bax göstərirəm dostlar, belə şeyləri bir dişi eləyir erkəyin diqqətini cəlb eləmək üçün. Ya da bunu erkək eləyirsə, deməli, başqa bir erkəyin diqqətini cəlb eləmək üçün. Yəni, bu hərəkətlər bir dişini cəlb eləmək üçün olunan hərəkətlər deyil. Adamın ağlına min cür fikir gəlir. Niyə belə edirsən? Bəlkə də normal insandır ya. Amma bu videodan sonra mən belə bir qənaəti gəldim ki, normal insan deyil. Yəni, bu nə hərəkətlərdir? Yəni, bu ümumiyyətlə kişi belə hərəkət eləməz. Bu dişiyə yaraşan hərəkət. Yaraşan da yəni ki, yəni, dişilər belə bir şey eləyə bilər. Kafana